Öz ətri ilə bağ-bağçaları bürüyən çiçəklər insanlara xoş ovqat bəxş edir. Bu güllər arasında isə qızılgülün özünə məxsus yeri var. İylədikcə ləçəklərin xoş rayihəsi insanları özünə heyran edir. Bu zərif çiçəyin ətri və faydası onun düzgün toplanmasından birbaşa asılıdır. Qızıl gül ləçəkləri günəş şüaları altında solmadan hələ sübh tezdən yığılmağa başlanılır. Çünki keyfiyyətli məhsul üçün vaxt amili ən vacib şərtdir. Səhərlər sübh vaxtı yığırlar ki, bu biraz qalandan sonra, gün vurandan sonra bax ləçəklər belənsinə ağılır, tökülür. Ona görə də bunu həmişə sübh vaxtı, səhər ertə toplayırlar. Bunun ətri də qalır üstündə, şehli olur axı. Bunun o şehli yığılır, hazırlanır. Bunun belə qaqalarından istifadə eləyirlər çay dəmləməsində qış vaxtı. Çünki qızılgülün özünün qurusun da əsas bunun düyməçədə olan vaxtları yığılır. Bax belə düyməçə vaxtı ki, çay dəmləməsi üçün çox baha qiymətə satılır bu düyməçələri. Onu toplayırsan, yığırsan, komportunu bağlayırıq. Demək olar ki, bundan hər şeyə istifadə eləmək olar. Qızıl gül tərkibindəki zəngin vitaminlər, xüsusilə C vitamini ilə orqanizm üçün faydalı bitki hesab olunur. İmmun sistemini gücləndirir, həzm prosesini yaxşılaşdırır və mədə ağrılarını azaldır. Qızım, bunun faydası soyuq dəymədə hər hansı bir xəstə səhər bunu biraz cana çərə ilə qatıb yesə, onun min bir dərdin dərmanı, demək olar ki, şəfasını tapacaq. Hər səhər bunu çayını istifadə elə. Nə qədər xəstə olur olsun, səhər bunun çayını, mürəbbəsini yedi, o tez sağalır. Min bir dərdin dərmanı olan bu bitkinin çayı sinirləri sakitləşdirir və stresi götürür. Meyvəsindən dəmləmələr, yağından isə ətir sənayesində istifadə olunur. Qızıl gül suyu isə kosmetologiyada dərini nəmləndirən ən təbii vasitə hesab olunur. Bu zərif bitkidən eyni zamanda mətbəxdə də geniş şəkildə istifadə olunur. Qızıl gülün ləçəyindən çaylar, şirniyyatlar, gülab və ən əsası süfrələrin bəzəyi olan mürəbbələr hazırlanır. İndi isə gəlin mürəbbənin hazırlanmasına yaxından tanış olaq. Bu mürəbbələr necə hazırlanır? Hazırlama prosesi necə olur? Qızım, biz bunu təmizləyirik, yarpaqlarını. Bax, belənsi heç bir yarpağını da qoymarıq ki, içində qalsın. Çünki onun tamını dəyişər. Ondan sonra bunu doğradıq, təmizlədik, yuyuruq. Yuyandan sonra bunu bir burum qaynadırıq. Biraz sana yumuşaq olsun deyə, fırçıltılı olmasın. Bir burum qaynadırıq. 2 dəqiqə, 3 dəqiqə, 5 dəqiqə də bu arada. Yuyandan sonra bunun suyunu süzürük. Sonra şəkər tozunu tökürük, onun suyuna qaynadırıq. Qaynayandan sonra bu hazır məhsulu tökürük şiriyə, qaynadırıq. Qışda tələbat artır. Çünki qışda bu meyvə artıq həyatda olmur. Ona görə də biz yığıb, qurudub hazırlayırıq. Hazır şəkildə saxlayırıq qışa. Bu mürəbbənin saxlama müddəti nə qədərdir? Bu mürəbbənin əsas bişirməyindən asılıdır. Qəşəng bişirdin. Bunu çox sulu eləməmək lazımdır. Öz şirəsinə, bal kimi belə tutursan, şirə qaşıqdan baxırsan ki, o vəziyyətdə onu sən 1 ildə saxlayarsan, 2 ildə saxlayarsan. Artıq mürəbbəmiz hazırdır. Gəlin dadına baxaq. Min bir dərdin dərmanı olan, dadı damaqlarda qalan mürəbbəmiz həqiqətən də çox dadlıdır. Qızıl gülün ləçəklərindən hazırlanan gülab öz xoş ətri və geniş istifadə imkanları ilə seçilir. Ənənəvi üsullarla əldə olunan bu məhsul şərbətlərin, müxtəlif şirniyyatların hazırlanmasında istifadə edilir. Hazırlamaq üçün yuduq, təmizlədik, hazır gülü tökdük qabın içərisinə, qoyduq onun içərisinə buxarlanması üçün, o gülab əldə eləməyimiz üçün onun içərisinə bir qab qoyuruq. Bunun yanlarını da möhkəm bağlayırıq, ondan çıxan tər hamısı töküləcək o qabın içərisinə. Onu da biləcəyik ki, bunun üstünə də bir soyuq su qoyarıq, həmişə qızdırsa bunun qapağı. Bunun üstünə yaparsa, qoyub tez-tez o parçanı götürməliyik ki, istər-istəməz o tərrəsin. Qızıl gül qəndi də xalq mətbəxinin sevilən nemətlərindən biridir. Çay süfrələrinin ayrılmaz hissəsinə çevrilən qızıl gül qəndi həm də qədimdən bəri qonaqpərvərliyin və bolluğun rəmzi kimi qiymətləndirilir. Biz indi gül qəndin hazırlanmasına başlayırıq. Şəkər tozu ilə təmiz avırıq, möhkəmcə hazır vəziyyətdədir. Biz bunu hazır olandan sonra bankalara yığılıb, ağzını bağlayıb, uzun müddət saxlaya bilərik. Bugün qızıl gül ləçəyindən hazırlanan təamları sizə təqdim etdik. Çox sağ olun, əllərinizə sağlıq. Allah köməyiniz olsun. İnşallah ki, baxarlı olar.
Həmişə belə görüşərik bir yerdə.